Hamıya salam, gəlin vaxt itirmədən birbaşa mövzuya keçək. Məlumat bazalarından sadəcə məlumat çəkmək asandır, bunu hamı edir. Amma mürəkkəb, bir-biri ilə kəsişən şərtləri özündə birləşdirən o qəliz queryləri məharətlə yazmaq, bax bu tamamilə başqa bir səviyyədir. Bugünkü izahlı analizimizdə diqqətimizi məhz techniques to solve multiple criteria problems, yəni çoxmeyarlı problemləri həll etmə texnikalarına yönəldəcək. Təsəvvür edin, sizdən eyni anda bir neçə ziddiyyətli şərtə cavab verən müştəriləri tapmaq tələb olunur. Standart sadə SQL komandaları burada sadəcə işə yaramır. Gəlin bu mürəkkəb məntiqi necə sındıracağımızı və həqiqətən mükəmməl kod yazacağımızı addım-addım incələyək. Bugün nələrdən danışacağıq? Qısaca planımıza nəzər salaq. Birinci, çoxmeyarlı tələb. İkinci, baza sxemi vizualı. Üçüncü, inner join ilə həll. Dördüncü, subquery yanaşması. Beşinci, exists istifadəsi. Və nəhayət, altıncı, negativ meyarlar. Birinci hissə. Çoxmeyarlı tələ və məntiq xətaları. Bilirsiniz, insan məntiqi ilə verilənlər bazasının məntiqi heç də həmişə üst-üstə düşmür. Təsəvvür edin, biznes tərəfi gəlib sizdən həm skateboard, həm də helmet almış müştərilərin siyahısını istəyir. Çox sadə səslənir, elə deyilmi? Bir çox təcrübəsiz developerlər heç düşünmədən dərhal in ifadəsini yazırlar. Amma ortada çox böyük bir tələ var. Verilənlər bazası sizin kodunuzu skateboard və ya helmet kimi oxuyur. Nəticədə siz hər ikisini alanları yox, sadəcə birini alan yüzlərlə tamamilə yanlış müştərini siyahıya əlavə edirsiniz. Bax bu, çox meyarlı problemlərdə düşdüyümüz ən klassik məntiq tələsidir. İkinci hissə, baza sxemi vizualı və düzgün struktur. Yaxşı, bəs niyə biz bu qədər çətinlik çəkirik? Səbəb tamamilə arxitekturadadır. Fikir verin. Customers cədvəli tam bir kənardadır. Amma bizim axtardığımız meyarlar, yəni o məhsul adları, uzaqdakı products və ya order alt çizgi details cədvəllərindədir. Müştəri ilə onun aldığı məhsul arasında fiziki bir məsafə, ortada bir neçə əlaqəli cədvəl var. Biz müştəri səviyyəsində yekun bir siyahı istəyirik, ancaq şərtləri bu uzaq cədvəllərə tətbiq etmək məcburiyyətindəyik. Sözün əsl mənasında cədvəllər üzərindən tullanaraq, eyni zamanda o mürəkkəb və şərtlərini qorumaq çalışmaq məsələni özlüyündə qəlizləşdirir. Üçüncü hissə, inner join ilə həll və çoxluqların kəsişməsi. Bu problemi aşmağın ən möhkəm, ən etibarlı yollarından biri set teori, yəni çoxluqlar nəzəriyyəsinə müraciət etməkdir. Gəlin məntiqi birlikdə addım-addım quraq. Birinci addımımız. Yalnız skateboard alan müştərilərin xüsusi subquery'sini yaradıb, onları tam izolyasiya edirik. İkinci addım. Eyni prosesi dəbilgə alanlar üçün edirik. Ortada iki tamamilə fərqli çoxluğumuz var. Üçüncü və ən vacib addım isə bu iki fərqli sorğunu inner join vasitəsilə birləşdirməkdir. Və təbii ki, distinct açar sözünü unutmuruq ki, dublikat məlumatlar olmasın. Nəticədə, baza yalnız və yalnız hər iki çoxluğun kəsişməsində olan, yəni həqiqətən hər iki şərti ödəyən müştəriləri qaytarmağa məcbur olur. Dördüncü hissə, subquery yanaşması ilə kodu abstraktlaşdırmaq. Düzünü desək, bayaq qurduğumuz o mürəkkəb joinları hər dəfə sıfırdan yazmaq adamı yorur. Bəs biz bunu necə sadələşdirə bilərik? Kodu abstraktlaşdıraraq, məlumat bazasında xüsusi bir funksiya yaradırıq, bu funksiyaya məhsulun adını sadəcə parametri kimi ötürürük. Bununla da əsas sorğumuzda yalnız müştəriləri seçirik və V şərtində məntiqi belə qururuq. Müştəri ID-si skateboard alanlar siyahısındadır, yəni in, və müştəri ID-si də dəbilqə alanlar siyahısındadır. Vəssalam. Biz o qəliz join məntiqini arxada bir funksiyanın içinə gizlədirik. Kodu həm oxumaq asanlaşır, həm də şərtləriniz 4, 5 və ya daha çox olsa belə, sadəcə and yazaraq zəncirləmək kifayət edir. Beşinci hissə, exist istifadəsi və dinamik yoxlama. Gəldik başqa bir maraqlı metoda. Burada biz correlated subquery'lərdən istifadə edirik. Görün məntiq necə dinamik işləyir. Əsas customers cədvəlindən hər bir müştəri sətir-sətir yoxlanılır. Exists predikatı bazaya az qala canlı şəkildə əmr verir. Get yoxla gör, bu spesifik müştərinin skateboard sifarişi mövcuddurmu? Əgər varsa, dərhal keç yoxla gör, bəs dəbilgə sifarişi mövcuddurmu? Yəni, xarici sorğu ilə daxili sorğu daima əlaqədədir. Tələb olunan bütün şərtlərin hər bir müştəri üçün ardıcıl yoxlanılması təkcə kodu dəqiqləşdirmir, həm də bəzi hallarda performansı inanılmaz dərəcədə artırır. Nəhayət 6-cı hissə, negativ meyarlar və istisnaların tapılması. Gəlin ssenaryonu biraz dəyişək və məsələyə marketinq pəncərəsindən baxaq. Təsəvvür edin, marketinq şöbəsi sizə deyir, mənə skateboard almış, amma təhlükəsizlik vasitələrini, dəbilqə,
əlcək və dizlikləri almağı unutmuş adamları tap. Onlara kampaniya göndərəcəyik. Bax, bu, əvvəlkindən tamamilə fərqli və olduqca təhlükəli bir problemdir. Çünki biz indi əlaqəli cədvəldə həm pozitiv, yəni bunu alıb şərtini, həm də negativ, yəni bunları almayıb şərtlərini mükəmməl şəkildə birləşdirməliyik. Burada ən kiçik səhv bazanın sizə tamamilə faydasız bir siyahı qaytarması ilə nəticələnəcək. Bu ziddiyyətli tapşırığı həll etmək üçün qaydalarımız dəyişir. Bəli, tələb olunan müsbət hallar üçün, məsələn, skateboard üçün yenə də ürəklə and istifadə edirik. Amma məsələn, negativ ehtimalları sıxışdırıb çıxarmaq olanda işlər qəlizləşir. Biz not in və or operatorlarını birləşdirməliyik. Məntiq olaraq axtarışımız buna çevrilir. Dəbilqə almayanlar və ya əlcək almayanlar. Verilənlər mağazasına tam olaraq nələri rədd etdiyimizi aydın və sərt şəkildə göstərməliyik. Subquerylərimiz sırf o istisna etmək istədiyimiz məhsulları izolyasiya etməlidir, başqa heç nə yox. İndiyə qədər danışdığımız bütün bu vizual və kod məntiqi əslində məlumat bazaları nəzəriyyəsində Relational Division adlanan çox fundamental bir konseptdir. Ekranda gördüyünüz məlumatlara baxaq. Müştəri 101 bizim bütün tələblərimizi qarşılayır. Həm skateboard, həm də bilgə, həm də əlcək alıb. Yəni o, mükəmməl uyğunluqdur. Müştəri 102 və 103 isə tələblərin yalnız bir hissəsini ödədiklərinə görə amansızcasına kənarlaşdırılırlar. Maraqlısı budur ki, SQL-də hazır birbaşa division, yəni bölmə operatoru yoxdur. Biz yuxarıda sadaladığımız inner join, subquery və exist kimi metodlardan məhz bu kəsişməli süni şəkildə yaratmaq üçün istifadə edirik. Sonda dərsimizin, daha doğrusu insan məntiqini SQL-a çevirməyin qızıl qaydasını yadda saxlayaq. Tələblər kompromis sevmir. Buna görə də çoxlu şərtin eyni vaxtda mütləq şəkildə ödənməsini istədikdə sadəcə and istifadə etməlisiniz. Lakin bazanıza müxtəlif variantlar vermək, bir neçə fərqli ehtimalı, həm pozitiv, həm də o bəhs etdiyimiz negativ kənarlaşdırmalarda prosesə daxil etmək istəyəndə, o zaman OR sizin ən yaxşı dostunuz olur. Bu xırda fərqi anlamaq təmiz məlumat çəkilişinin əsas sirridir. Bizim bugün incələdiyimiz Techniques to Solve Multiple Criteria Problems sadəcə kod sintaksisi deyil. Bu, yeni bir düşüncə tərzidir. Cədvəllər arasında qurduğunuz hər mürəkkəb əlaqə sizin bazalar üzərindəki hakimiyyətinizi biraz da artırır. Biz artıq məlumatlara sadəcə cansıxıcı sətir və sütunlar kimi yox, iç-içə keçən, kəsişən və ya bir-birini istisna edən dinamik çoxluqlar kimi baxırıq. Relational algebra və çoxluqlar məntiqini mənimsəmək sizi sadəcə kod yazan birindən məlumatın əsl memarına çevirir. Bu fəlsəfəni anladıqdan sonra ən böyük məlumat xaosu belə sizin qarşınızda aciz qalır. Məlumatı idarə edən qərarları da idarə edir. Qərar sizin əlinizdədir.